Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlə biokimya bölməsi maddələr mübadiləsi və enerji çevrilmələrinə aid 40-cı suala baxacağıq. Sualda bizdən soruşur ki, fotosintez prosesində atmosferə buraxılan oksigen aşağıdakılardan hansından ayrılır? Biz öyrənmişik ki, fotosintez iki mərhələdən ibarətdir. İşıq mərhələsi və qaranlıq mərhələ. Və onu da öyrənmişik ki, oksigen fotosintezin işıq mərhələsində əlavə məhsul kimi ətraf mühitə xaric olunur. Və oksigenin alınmasında biz demişdik ki, bitkinin köklərdən udduğu su günəşdən gələn şüaların təsiri ilə parçalanır. Buna demişdik fotoliz. Bu zaman su parçalanır H müsbət və OH mənfi iyonlarına. OH mənfi iyonu öz elektronunu dedik ki, verir xlorofilin itirdiyi elektronu bərpa etmək üçün. Daha sonra 4 dənə OH radikalı birləşir. Su və oksigeni əmələ gətirir. Deməli, bizim fotosintez nəticəsində alınan oksigenimiz nəyin parçalanmasından ayrıldı? Suyun. Cavab da olur D variantı.